Bir insan, belə deyim, ruhsal rəhbəri ilə və ya cinlərlə kontakt qura bilər. Bu kontakt çox ağır bir kontaktdır, bu bağlantı. Bu kontaktın və bağlantının çox ağır bədəlləri də var. Yəni, o aləmlə kontakt qurdun və bədəl ödəmədinsə, olmur. Yəni, sənin üçün işə yaramır bunlar. Murad bəy, ruhsal rəhbər deyirsiniz. Aha. Onda belə çıxır ki, hər birimizin ruhsal rəhbəri var. Hər birimizin ruhsal rəhbəri var. Hər birimizin qoruyucu cinləri var. Şu an sizin ətrafınızda qoruyucu cin var. Mənim də ətrafımda var. Mələk də var. Mələk də var. Aha. Yəni Quran-Kərimdə qeyd olunur. Elə bir şəxs yoxdur ki, biz onun üstündə bir qoruyucusu olmasın deyir. Aha. Hər bir kəsin üstünə bir qoruyucu qoymuşuq. Bu bilsən necədir? Bəzən bir yerə gedirsən və ya nəsə olur, kimsə səni elə bir yadıva salır ki, dur onu söndür. Durub söndürürsən. Onu sənin yadıva kim saldı? Heç ağlın orada Mən deyil. düşünürəm ki, intuisiyadır. Onda intuisiya deyil. İntuisiya deyil. Bəzən heç ağlında olmayan bir şeydir. Elə bir ki, sizə tık eləyir ki, bax bura, sən diqqəti ora fokusluyursan. Yəni hər birimizin qoruyucu varlıqları vardır. Bu qoruyucu varlıqlar bizə əslində digər psixi hücumlardan, nələrdənsə qoruyur, amma öz gücləri qədər. Aydındır. Onların güclərini aşan güclər olur, işte o zaman qoruya bilmirlər. Onda bizim ruhsal rəhbərimiz bizə aiddir. Bəli. Biz onda onunla kontakta keçə bilirik. İstəsən keçə bilərsən. Ruhsal rəhbərlə, hətta sən cinlərlə də kontakta keçə bilərsən. Bilmirəm, eşitmisiniz ya yox. O ulu babalarımız nə deyirdi? Deyirdi o vaxt, misal, Naxçıvanda çox yayılmışdı. Köhnə qala adlanan bir yer var. Aha. Orada insanlar cini sancaqlayırdılar və onları işlədirdilər. Əslində mənim Eşitmisiniz? nənəm həmişə üstündə sancaq gəzdirirdi. Ay, sağ ol. Bir dəfə soruşdum ki, hə, sən bunu nə üçün gəzdirirsən? Dedi ki, bu üstə olanda cin gəlmir. Gəlmir. Hə, belə bir- Çünki cinlərin, o varlıqların qorxduğu metal var. O metal bilsən nədir? Dəmir. Aha. Dəmir olana gəlmirlər. Ən sevdiyi metal da bilsən nədir? Nədir? Qızıl. Onun üçün deyirlər kişilər qızıl taxmaz. Ona bağlı deyil, təməl olaraq ən sevdiyim əlvan metal qızıldır, ən qorxduğu da dəmirdir. Bax fikir ver, niyə daha çox elə əcaib varlıqlar iri şəhərlərdə olmur? Məsələn, bu binanı düşün, bu binanın himi bütün dəmirdir, betondur, armaturdur. Aha. Rahat girə bilmir. Ona görə insanlar müasir şəhərlərdə yaşadıkça elə şeylər, faktlar azdır. Azalır, hə. Amma sən get adi kəndə, orada hiss eləyəsən ki, sənə bir xof basır gecə. Orada hə, Daha çox düşüncələrdə qorxursan. də çox görür. Düşüncələrin dəyişir, yuxuların dəyişir. Məsələn, sən orada ayaq yoluna tək getsən, hiss edirsən ki, elə arxanca kimsə gəlir. Orada mən düşünürdüm ki, bu görmədiyimiz bir hadisədir də, rayona olur ki, biz gedəndə görürük. Məsələn, mən də gecə vaxtı ümumiyyətlə qətib qorxuram bayıra çıxmağa. Niyə? Orada metal yoxdur axı yanında hər saniyə deyə. Alanın açıqdır orada. Burada sən binaların, maşınların, konstruksiyaların içində gizlənmisən deyə varlıqlar həmin metala keçə bilmirlər. Və ona görə əvvəllər cinləri belə sancaqlayıb istifadə edirdilər.